panik atak haqqında məlumat verəcəm. Panik atak bir insana gözləmədiyi halda gələn güclü qorxudur və bu qorxu sayəsində bədəndə zehni və fizioloji reaksiyalar baş verir. Bunlardan sanki öləcəkmiş hissi, əldə tərləmə və yaxud çox üşümə, çox istilənmə hallar baş verir. Əgər panik atak sürətli şəkildə davam eləyərsə, bu zaman insan sürətli şəkildə nəfəs alıb verməyə başlayır və beynə oksigen çox daxil olduqda beyin düşünür ki, bu qorxu hələ də davam eləyir. Nəticədə daha sürətli nəfəs alıb verdikcə panik atakımızın keçmə müddətini uzatmış oluruq. Belə olan halda biz salofan bir paketə nəfəs alıb verdiyimizdə artıq beynə oksigenin getmə sürətini yavaşlatmış oluruq və nəticədə bizim panik atakımız keçə bilir. Amma bu müvəqqəti bir çözümdür. Çünki buna səbəb olan altda yatan travmalarımızı neytrallaşdırmadıqca panik atak uzun müddət, hətta illərlə belə bizlə davam eləyə bilir. Amma qorxmağa gərək yoxdur. Panik atakın həlli var. Biz bunu birlikdə bacara bilərik.